Ağsaqqal, bax, daha rahat, daha təhlükəsiz və güvənli şəkildə yol keçirsən. Çox sağ olun. Xahiş edirəm, həmişə nümunə olun gənclərə. Təşəkkür edirəm. Sağ-salamat gedin. Sağ olun, sağ olun. Biz həm də dəmir yolu xəttlərinin mühafizəsindən danışırıq, mühafizə zonasından danışırıq. Burada elə bir ki, mühafizə zonasının bütün əlamətləri pozulub da, yəni bütün qaydaları pozulubdur. Çünki bax, bu da dəmir hasardır, adamın çəpəridir. Dəmir yol axırıncı reysindən hesablasaq, təxminən nə qədər olur? 5 metr. Bəli. 5 metrə darvazası onu demək olar ki, hasarlı. Amma əslində yəni normalda dəmir yol xəttlərinin mühafizə zonası kimi 50-100 metr arası məsafə görülür. Bəli. Standartda belədir. Yəni beynəlxalq təcrübədə bunu təxminən belə götürürlər ki, dəmir yol xəttlərinin mühafizə zonası. Bilirsiniz, bəzən insanlar deyir ki, əşi, niyə imkan vermirsiniz? Biz burada yaşayırıq. Buradan hər dəfə qatar gedəndə nə qədər enerji tullantısı yaranır, səs-küy vibrasiyası yaranır. Ekoloji təmizlikdən danışanda insanlar təkcə atmosferə atılan o zəhərli qazlardan danışmır. Həm də elə səs-küy vibrasiyasının yaratdığı ekoloji problemlərdən də danışırlar. Elə ən böyüyü bax bu ərazidə yaşayan insanların üzərindədir. Təbii ki, yollar da indi kimlərinsə səhlənkarlığı ucbatından bu tikintini vaxtında aparıb, illərin tikintiləridir. Bu bugünün, dünənin tikintisi deyil. Amma getdikcə daha təhlükəli vəziyyət alır. Çünki nəsillər artır, ailələr genişlənir, daha çox ərazilər zəbt olunur. Bəli, çox iyi. Bax, belə çox çətin bir vəziyyətdəyik. Bizim də işimiz bu maarifləndirmə işidir. Həm hüquqi bazanın daha da möhkəmlənməsinə çalışırıq. Qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstək Agentliyinə təşəkkür edirik ki, bu layihəni dəstəklədi və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi də çox sağ olsun ki, bu şəraiti bizə yaradıb. Sizlərə təşəkkür edirəm, əziz dostlar. Bizlə bərabər əziyyət çəkmişsiniz, gəlmişsiniz. Baxın, görürsünüz, az yaşlı uşaqdır. Valideyni artıq bugündən ona pis nümunə olmağa başlayıb. Ona öyrədir ki, sən keçiddən yox, dəmir yolunun istənilən yerindən yolu keçə bilərsən. Kifayət qədər yaşı da var özdə, kifayət qədər yaşı var özdə, bəli. Uşaqlar bəzən ziddiyyətli vəziyyətlə üzləşirlər. Nədir bu ziddiyyətli vəziyyət? Müəllim deyir ki, belə eləməlisən, belə eləməlisən. Çıxır çöldə də görür ki, valideyn bunların heç birini eləmir də, onun tərsini edir. Bəli. Uşağın beyni error verir ki, bunun hansı düz deyil, müəllim düz deyir, yoxsa valideyn düz deyil. Çox təəssüf. Bu qatara daş atanlar sizsiz yoxsa yox? Vallah biz deyilik. Başa. Vallah deməsən. Deyə yox. Yox, biz atan deyilik. Amma başqa kimsə atıb bu məhəllədən. Bilmirik. O birisi məhəllədən atırlar. Gəlirlər, tulpa qoyun, qalanışı qata gəlirlər, görsənlər. Nə qəpik qoyurlar, sonra nə qoyurlar? Sonra daşı qoyurlar bura, gəlirlər, qata keçən kimi vururlar, sədavaza deyirlər. Siz elə şey eləmirsiniz də, hə? Bax, mən sizə inanıram, ha. Yaxşı. Söz verirsiniz ki, eləmirsiniz. Söz veririk. Bu eləyən uşaqlara, daş atan uşaqlara da deyin ki, bax, dəmir yolunun mühafizəçiləri buradadır. Bax, onları görsələr tutub polisə verəcəklər. Düzdür, polisə təhvil verirlər. Polis başlayır, onun valideynlərini çağırır, cərimə yazır. Özü də o şüşənin qiyməti bilsən nə qədərdir? 10.000 manat. Çox bahadır. Bax, təsəvvür edirsə, bir uşaq dəcəllik eləyir, bir daş atır ki, şüşəni sındırım. O, dövlətə nə qədər ziyan vurur? 10.000 manat.